Они хотят решить эту внутреннюю проблему. Разве апостолы не правы, когда они просят умножь в нас веру? Хотим ли мы вообще так думать о себе, что мы рабы ничего не стоящие? Когда мы посмотрим на Христа, то увидим раба, совершенного раба. И в этой воле было все, что достаточно было для нашего спасения. İsa şagirdlərinə belə dedi: İnsanları pis yola çəkən şeylər mütləq olur. Amma vay o adamın halına ki, bunların baisidir. Bu kiçiklərdən birini pis yola çəkməkdənsə, öz boynuna böyük bir dəyirman daşı asıb dənizə atılmaq onun üçün daha yaxşı olar. Özünüzə fikir verin. Əgər qardaşın sənə qarşı günah edərsə, ona xəbərdarlıq et. Əgər o tövbə edərsə, onu bağışla. Əgər gündə 7 dəfə sənə qarşı günah etsə və gündə 7 dəfə yanına gəlib sənə tövbə edirəm deyərsə, onu bağışla. Həvarilər Rəbbə dedilər: İmanımızı artır. Rəbb onlara belə dedi: Bir xardal toxumu qədər imanınız olsaydı, bu tut ağacına kökündən çıx və dənizdə əkil deyərdiniz. O da sizin sözünüzə baxardı. Sizlərdən hansı biriniz cütçülük və yaxud çobanlıq edən bir qula tarladan qaydanda tez ol, gəl süfrəyə otur deyər. Əksinə ona axşam yeməyimi hazırla və qurşanıb mənə xidmət et ki, mən yeyim, içim, sonra da sən özün ye, iç deməzmi? Əmrlərini yerinə yetirdiyi üçün o qula təşəkkür edərmi? Beləcə siz də əmr olunanların hamısını yerinə yetirəndən sonra deyin: Biz dəyərsiz qullarıq, çünki görməli olduğumuzu işləri etmişik. Так, в первых 4 стихах Иисус предупреждает, что соблазны придут. Невозможно им не прийти. İlk 4 ayədə İsa bizə xəbərdarlıq edir ki, imtahanlar, sınaqlar olacaq və olmaması mümkün deyil. Но далее говорит, что горе тому, через кого они приходят. Lakin daha sonra deyir ki, vay o adamın halına, kim ki bunlara baisdir. Лучше было бы ему, если бы мельничный жернов повесили ему на шею и бросили его в море. Bu kiçiklərdən birini pis yola çəkməkdənsə öz boynuna böyük bir dəyirman daşı asıb dənizə atılmaq onun üçün daha yaxşı olardı. Нежели чтобы он соблазнил одного из малых сих. Здесь мы видим, что Христос своих называет малыми. Burada biz görürük ki, Məsih özünkilərini kiçiklər adlandırır И говорит про физическую смерть. və cismani ölüm barədə danışır. И говорит, что физическая смерть лучше, если кто-то является соблазном для других. Və deyir ki, kiməsə günah, sınaq olmaqdansa cismani ölüm daha yaxşıdır. И далее говорит об обличении, что мы должны обличать своего брата, если мы видим его грех, его ошибки. Daha sonra bizə deyir ki, biz əgər qardaşımızın günahını və yaxud səhvlərini görürüksə, onu ifşa etməliyik. И в самом конце он говорит о прощении своего брата. Если твой брат кается, ты должен простить его. Və daha sonra bağışlama haqqında deyir ki, əgər qardaşınız tövbə edirsə, onu bağışlamalısınız. Наверняка апостолы сильно обличились этими словами Христа. Çox güman ki, həvvarilər Məsihin bu sözləri ilə ciddi ifşa olunurdular. И они увидели свою проблему. Onlar öz problemlərini gördülər. И они после этих слов Və bu sözlərdən sonra они обращаются к Иисусу, говорят, что умножь в нас веру, Господи. onlar Məsihə müraciət edirlər və deyirlər: Bizim imanımızı artır. И что же делает в этот момент Христос? Məsih bu an nə edir? Он не умножает в них веру. O onların imanını artırmır. Апостолы увидели свою проблему, личную проблему. Həvvarilər öz şəxsi problemlərini görürlər. И они видят, что свое несоответствие требованиям Христа. Məsihin tələblərinə uyğun olmadıqlarını görürlər. И они признают это несоответствие. Və onlar bu uyğunsuzluğu qəbul edirlər. Это очень важный шаг, когда мы видим, что мы не соответствуем
требованиям Христа, и мы должны признать это. Və bu çox vacib bir addımdır. Biz öz Məsihə qarşı, Məsihin tələblərinə uyğun olmadığımızı gördükdə bunu qəbul etməliyik. Но еще важнее, не менее важно следующий шаг, который делают апостолы. Lakin həvarilərin etdiyi növbəti addım da çox vacibdir. Они хотят решить эту внутреннюю проблему. Onlar bu daxili problemi həll etmək istəyirlər. Они видят, Onlar görürlər, они признают, qəbul edirlər и они хотят решить эту проблему. və bu problemi həll etmək istəyirlər. Но весь вопрос в чем? Amma əsas sual nədədir? Как решается проблема? Bu problem necə həll olur? Проблему видеть это хорошо, Problemi görmək yaxşıdır. но очень важно, как решается эта проблема. Lakin bu problemin necə həll olunması vacibdir. Когда я пошел в школу, Mən məktəbə getdikdə у меня есть фотографии из детского садика. uşaq bağçasından şəkillərim var idi. Я самый большой был среди ребят. Mən uşaqların arasında ən böyüyü idim. И, естественно, я привык быть самым сильным. Və əlbəttə ki, hamıdan güclü olmağa öyrəşmişdim. И я пошел в школу, Məktəbə getdim и я там в классе хотел быть сильнее всех. və orada da sinifdə hamıdan güclü olmaq Но на istəyirdim. какое-то время я этого добился. Hansısa müddətə mən buna nail oldum. А потом уже второй класс, третий класс, все каким-то спортом занимаются. Потом я стал вторым. Lakin ikinci, üçüncü sinifdə artıq uşaqlar idmanla məşğul olurdu. Mən ikinci yerə düşdüm. Я не знаю, как в других странах, но у нас вот главного сильного мальчика назвали шефом класса. Bilməm başqa ölkələrdə necə, amma bizdə sinifdə ən güclü oğlanı sinifin şəfi adlandırırdılar. И я потерял этот статус. Və mən bu statusu itirdim. А через год я вообще стал третьим уже. Amma bir il keçəndən sonra ümumiyyətlə üçüncü yerə И düşdüm. с каждым классом я терял этот статус, я становился все ниже и ниже. Və hər il qalxdıqca mən get-gedə aşağı düşürdüm. Bu statusu itirirdim. И я решил решить эту проблему. Və bu problemi həll etmək qərarına gəldim. Записался сначала на легкую атлетику, Əvvəlcə yüngül atletikaya yazıldım чтобы у меня было хорошее дыхание, чтобы я скинул вес. ki, əlbəttə ki, əvvəlcə yaxşı tənəffüs sistemim olsun və çəki artım. А потом записался на борьбу. Sonra isə güləşə yazıldım. Вот как я хотел решить проблему. Problemi baxın belə həll etmək istəyirdim. Я хотел решить проблему своими силами, Öz gücümlə problemi своей həll etmək, физической силой. fiziki gücümlə həll etmək istəyirdim. И давайте посмотрим на проблему апостолов. Gəlin həvarilərin probleminə baxaq. Что они хотят? Onlar nə istəyirlər? Они видят это хорошо. Görürlər ki, bu yaxşıdır Они хотят решить эту проблему. və bu problemi həll etmək istəyirlər. Они решают проблему, как я решал в школьное время. Onlar mən necə ki məktəbdə problemi həll edirdim, onlar da elə həll etməyə çalışırlar. Они хотят стать сильнее. Onlar daha güclü olmaq istəyirlər. За счет внутреннего ресурса они хотят это. Daxili resurslarına görə güclü olmaq И о чем istəyirlər. они просят Господа? Və Rəbdən nə istəyirlər? Умножь в нас веру. İmanımızı artır. Это реакция практически всех людей. Bu demək olar ki, bütün insanların reaksiyasıdır. И все люди хотят так решить. Bütün insanlar problemi belə həll etmək istəyirlər. Давайте разберемся в этом. Amma gəlin biraz təhlil edək. Как они решают эту проблему? Onlar necə həll edirlər bu problemi? Верой. İmanla. Это неплохо. Bu pis deyil. На первый взгляд это неплохо. Yəni ilk baxışda pis deyil. Что они думают, когда они смотрят на свою внутреннюю проблему? Первый диагноз, который они ставят себе: во мне, внутри меня мало веры. Onlar öz problemlərinə baxanda ilk diaqnozları odur ki, mənim daxilimdə kifayət qədər iman yoxdur. Недостаточно этой веры. Kifayət etmir bu iman. Я попросил бы вас, каждого из вас, задуматься, встречаемся ли мы подобного рода проблемами с непрощением, с обличением, что мы являемся соблазном для кого-то. İstəyərdim ki, biz də hər birimiz düşünək. Biz belə problemlərlə qarşılaşırıqmı? Yəni elə olurmu ki, biz hansısa bir kimin üçünsə sınaq ola bilərik, kimisə bağışlaya bilmərik. Мы на прошлой неделе с одним братом, я задал этот вопрос. Keçən həftə mən bir qardaşa bu sualı verdim. Он живет очень скромно. O çox həlim yaşayır.
Он сказал, что да, я являюсь соблазном для кого-то. Я Вот. был соблазном для кого-то. O dedi ki, bəli, mən kimin üzrə sınaq idim. Я думаю, что каждый из нас был когда-то soблазном для кого-то. Mən əminəm ki, hər birimiz nə vaxtsa kiminsə sınağı Каждый из olmuşuq. нас встречался с проблемой непрощения. Hər birimiz bağışlamama problemi ilə qarşılaşmışıq. Каждый из нас встречался с такой ситуацией, когда мы видим грех брата, но не обличаем его, чтобы не быть плохим в его глазах Hər birimiz или не elə, испортить отношения. elə bir vəziyyətdə olmuşuq ki, qardaşımızın günahını görmüşük, amma onu ifşa etməmişik. И Çünki как, istəmirdik и как münasibətləri решаем мы pozaq. эти проблемы, братья? Və qardaşlar, biz bu problemi necə həll edirik? Разве апостолы не правы, когда они просят умножь в нас веру? Məgər həvvarilər imanımızı artır deyəndə səhv edirlər? Я заметил, что мы, когда у нас появляется возможность, то как решаем многие свои проблемы? Bizim imkanımız olduqda biz necə həll edirik problemimizi? Посмотрите, когда у вас есть возможность, как вы решаете проблемы? Sizin imkanınız olduqda siz necə həll edirsiniz? Как мы probleminizi? решаем проблемы? Necə həll edirik problemi? Вообще, как вы решаете большинство своих проблем? Ümumiyyətlə əksəriniz necə həll edirsiniz? Вот как мы решаем свои проблемы. Baxın, belə həll edirik problemlərimizi. Деньгами решаем. Pulla həll edirik. Деньги становятся ресурсом изменения ситуации. Pul maliyyə situasiyanın dəyişilməsinin təkanverici qüvvəsi olur. Мы не решаем проблему. Biz problemi həll etmirik. Мы изменяем ситуацию. Biz vəziyyəti dəyişirik. Мы используем ресурс, финансовый ресурс. Biz maliyyə resursu istifadə edirik. И деньги становятся ресурсом для изменения. Və pul maliyyə dəyişikliklərin resursuna И çevrilir. посмотрим на просьбу учеников. Və gəlin həvarilərin müraciətinə baxaq. И тут вера, которую просят ученики, Və o iman hansını ki həvarilər istəyir, является ресурсом для решения проблем. bu problemi həll etmək üçün resursdur. И каким ресурсом является эта вера? Və bu iman necə resursdur? Внутренним ресурсом. Daxili bir resursdur. Дай нам веру. Bizə iman ver. Дай то, что будет во мне. Məndə olacaq bir Дай şey. то, что будет принадлежать мне. Mən sahib olacağım И bir şey. я хочу решать свои проблемы сам, своими ресурсами. Və bunun vasitəsilə, bu öz resursun vasitəsilə problemlərimi həll edəcəyəm. И как отвечает Иисус? Və İsa nə deyir onlara? Он не дает им эту веру. Əlbəttə ki, onlara bu imanı vermir. И Иисус отвечает им: Və İsa onlara cavab verir. если бы вы имели веру с горчичное зерно, то и этого вам хватило бы. Bir xardal toxumu qədər imanınız olsaydı, bu sizə kifayət edərdi. Интересно. Qəribədir. С горчичное зерно. Xardal toxumu. Это очень маленькая единица. Bu çox balaca bir vahiddir. Апостолы просили большую веру, Həvarilər böyük bir iman istəyirdi. но будучи сконцентрированы на себе. Lakin özlərinə fokuslanmış halda istəyirdi. Христос отвечает: вам достаточно малой веры, Məsih isə deyir ki, sizə balaca bir iman kifayətdir ki, вам достаточно малой веры, balaca bir iman kifayətdir ki, вам достаточно малой веры, balaca bir iman kifayətdir ki, которая не сконцентрирована на себе, hansı ki sizə cəmləşməyib, sizin но üzərinizə которая cəmləşməyib, сконцентрирована на меня. hansı ki mənə yönəlmişdir. Вера, центром которой являюсь я, а не вы. O iman hansının mərkəzi ki mənəm, siz deyilsiniz. И вот Христос решает эту проблему. Baxın, bax, belə Məsih bu problemi həll edir. И решая проблему, он переходит к другой проблеме. Və bu problemi həll edərkən başqa bir problemə keçir. Когда мы вот этой верой во Христа, Və Məsihə olan bu iman ilə, этой верой во Христа решаем проблему, bu iman vasitəsilə problemi həll edərkən нас поджидает другой капкан. bizi başqa bir tələ gözləyir. Наши мысли и ожидания. Bizim fikirlərimiz və bizim gözləntilərimiz. Когда мы решили проблему, Biz problemi həll etdik. когда мы такие хорошие, что прощаем брата.
Biz o qədər yaxşıyıq ki, biz kimisə bağışlayırıq. Мы живем так, что не соблазняем кого-то. Biz elə yaşayırıq ki, heç kəs üçün sınaq olmuruq. И что мы думаем в этот момент? Və bu an biz nə düşünürük? Христу важно наше состояние. Məsihə bizim vəziyyətimiz vacibdir. Наше состояние важнее того, что мы делаем. Bizim vəziyyətimiz bizim etdiyimizdən daha vacibdir. Мы можем возгордиться нашими результатами Biz öz nəticələrimiz ilə lovğalana bilərik. и возгордиться от своей скромности даже. Və hətta öz həlimliyimizlə qürurlana bilərik. Мы можем возгордиться, посмотрите, какой я скромный. Deyə bilərik ki, baxın, qürurlana bilərik ki, baxın mən necə həliməm. И почему-то мы думаем Nə üçünsə biz düşünürük ki, и даже уверены, hətta əminik ki, что Господь должен это возместить нам, və əminik ki, Rəbb bizə bunun əvəzini verməlidir. должен благословить нас, если мы живем в послушании. Əgər biz itaətdə yaşayırıqsa, Rəbb bizə bunun əvəzini nəsə verməlidir. Иисус показывает проблему следующего уровня. Və İsa növbəti mərhələdə, növbəti səviyyədə olan problemi göstərir И решает ее. və onu həll edir. Итак, мы послушные, Deməli biz itaətkarıq, мы хорошие. biz yaxşıyıq И в этот момент Христос нам говорит. və bu an Məsih bizə deyir. Прочитаем с 7 по 10 стих. 7-ci ayədən 10-cu ayəyə qədər oxuyaq. «Кто из вас, имея раба, пашущего или пасущего, по возвращении его с поля, скажет ему, пойди скорее, садись за стол? Напротив, не скажет ли ему, приготовь мне поужинать, и, подпоясавшись, служи мне, пока буду есть и пить, и потом ешь и пей сам? Станет ли он благодарить раба сего за то, что он исполнил приказание? Не думаю. Так и вы, когда исполните все, повеленное вам, говорите, 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 мы, рабы, ничего не стоящие, потому что сделали, что должны были сделать». Sizlərdən hansı biriniz cütçülük və yaxud çobanlıq edən bir qula tarladan qayıdanda tez ol gəl və süfrəyə otur deyər. Əksinə ona axşam yeməyimi hazırla və qurşalıb mənə xidmət et ki, mən yeyib içim. Sonra da sən özün get ye iç deməzmi? Əmrlərini yerinə yetirdiyi üçün o qula təşəkkür edərmi? Beləcə siz də əmr olunanların hamısını yerinə yetirəndən sonra deyin. Biz dəyərsiz qullarıq, çünki görməli olduğumuzu işləri etmişik. Аминь. Послушание не делает нас достойными награды. İtaətkarlıq bizi mükafat üçün layiq etmir. Это слова Христа, не мои слова. Bu mənim sözlərim deyil, Məsihin sözləridir. Мы рабы ничего не стоящие. Biz heç bir dəyəri olmayan qullarıq. Это не мои слова, это слова Христа. Bu Məsihin sözləridir, mənim sözlərim deyil. Братья, хотим ли мы себя так называть? Biz özümüzü belə adlandırmaq istəyirik. Хотим ли мы так относиться к себе? Özümüzə qarşı belə münasibət göstərmək Давайте будем istəyirik. искренними. И как апостолы признали свою проблему, то признаем эту свою проблему. Və gəlin səmimi olaq. Necə ki, həvvarilər öz problemlərini qəbul edirlər. Biz də öz problemimizi qəbul edək. Иисус называет своих, кто идет за Ним, малыми. İsa onun arxasınca gedənləri kiçik adlandırır. В каждом из нас сидит очень большой человек. Bizim hər birimizdə böyük bir şəxs oturur. Желание быть большим, Biz böyük olmaq желание istəyirik. быть значимым, Biz dəyərli olmaq желание istəyirik. быть уважаемым. Biz hamı tərəfindən hörmət edilən olmaq istəyirik. От Господа ли такое желание в нас? Bizdə olan bu istək Rəbbdəndirmi? Хотим ли мы вообще так думать о себе, что мы рабы ничего не стоящие? Biz özümüz haqqında dəyərsiz qul kimi düşünmək istəyirikmi? И когда мы смотрим друг на друга, Və bir-birimizə baxdıqda и когда мы смотрим друг на друга даже в церкви, və hətta kilsədə belə bir-birimizə baxdıqda мы соблазняемся. biz sınağa çəkilirik. Мы становимся соблазном друг для друга. Biz başqa bir-birimiz üçün sınaq oluruq. На кого же нам смотреть? Bəs kimə baxaq? Чтобы увидеть раба. Kimə baxaq ki, qulu görək? Раба, который nичего не стоит. Dəyərsiz qulu görək. Раба, которого может всякий ударить, оскорбить, плюнуть. Hər bir insan vura biləcəyi, tüpürə biləcəyi bir qula baxaq. Единственное, на кого мы можем посмотреть,
yeganə kimə ki belə baxa bilərik, это на Христа. bu Məsihdir. Когда мы посмотрим на Христа, Biz Məsihə baxdığımız zaman то увидим раба, совершенного раба. biz kamil qul görəcəyik. Он исполнил все, что должен был исполнить. O etməli olduğu hər bir şey etdi И в конце своего жизненного пути və həyatının sonunda он скажет, o deyəcək: свершилось. baş verdi. Я все совершил. Hər şeyi etdim. Что все совершил он? Nə etdi? Он совершил всю волю Отца Своего. O Rəbbin atasının bütün iradəsini tamam etdi. Все, что надо было для Отца, он все исполнил. Atası üçün nə lazım idisə, hər bir şeyi etdi. И в этой воле было все, что достаточно было для нашего спасения. Və bu iradədə bizim xilasımız üçün olan hər bir şey kifayət edir. И исполнив это все, какой же он титул получил, какое же отношение он получил взамен того, что он исполнил. Və bütün bunları etməklə o nəyə nail oldu? Hansı titulu aldı? Не соблазнив никого, Heç kəsi sınağa çəkməyərək он был назван камнем преткновения. o sınaq daşı, büdrəmə daşı adlandırıldı. Не являясь виновным, Günahkar olmayaraq мельничный жернов повесили ему на шею. onun boynuna dəyirman daşını asdılar. У него он не получил награду. O mükafat almadı. И Бог, который стал мал, как горчичное зерно, он был Богом, который стал мал, как горчичное Və зерно. o həmin Rəbb idi ki, bir xardal toxumu qədər kiçik oldu. И через то, как он стал горчичным зерном, таким малым, он подарил нам великую веру. Və o kiçik xardal toxumu kimi balaca olmaqla bizə böyük bir iman verdi. Бог, который стал мал, как горчичное зерно, Və xardal toxumu tək kiçik olan Rəbb подарил нам веру великого Бога bizə böyük, möhtəşəm Rəbbin imanını verdi. и подарил нам великую веру. Bizə möhtəşəm bir iman verdi. По вечному замыслу Бога Отца, Rəbbin əbədi fikrinə əsasən, по вечному замыслу Бога Отца, Rəbbin əbədi fikrinə əsasən через Святого Духа, Məsih vasitəsilə Господу нашему, Rəbbimiz Ataya, тому, кто умолил Христа, o hansı ki İsa'nı həlim etdi, не вмещающегося во Вселенную, hansı ki bütün kainata sığmazdı. до горчичного зерна, Onu xardal toxumuna qədər kiçiltdi. чтобы даровать нам веру, Onu kiçiltdi ki bizə iman versin. чтобы даровать нам веру, Bizə iman versin ki, способную сдвигать горы, hansı vasitəsilə, o iman vasitəsilə ki biz dağları yerdən dəyişə да biləcəyik. будет Ему слава, Ona şükür olsun, честь ona izzət olsun и величие ныне и во веки веков. Аминь. və əbədi olaraq şan şöhrət olsun. Аминь. Amin.